Ümumiyyətlə, Ramazan ayında bu mövzunun danışılması çox effektivdir. Çünki Ramazan ayını Allah ancaq mənəvi təkamül üçün bizlərə verir. Belə deyil ki, bizdən oruc istəyirdi. Yəni və niyə oruc istəsin axı Allah bizdən? Bizim orucumuzun Allaha nə xeyri var ki? Heç bir xeyri yoxdur. Ona görə də ümumiyyətlə həyati məsələlərdən biri mənəvi təkamüldür. Həyatın ana xətti budur. Quranın, kitabların göndərilməsi bunun üçündür ki, qəd əfləhə mən zəqqahə və qəd xabə mən dəsə. Kim özünü islah eləsə, yəni mənəvi təkamülə çatsa, o nicat tapıb. Ondan başqası nicat tapıb. Və bunu Allah Şəms surəsində 11 dəfə and içərək deyir. Ona görə də Ramazan ayında bu mövzu həddindən artıq mühümdür. Bax, sualınıza cavab verməzdən əvvəl bir məsələni demək istəyirəm ki, mənəvi proqramın insana təqdim edən aləmlərin Allahı bu işi öz üzərinə götürür. Yəni özü deyir ki, nələri etmək olar, nələri etmək olmaz. Çünki insanın yaranmasından məqsəd hədəf Hacı da bayaq buyurduğu kimi onun mənəvi təkamülə çatmasıdır. Mənəvi təkamül üçün isə o bilir ki, nə etmək lazımdır. Görürsüz, mən bunu dəfələrlə deyirəm. Cənnətdə namaz yoxdur, oruc yoxdur və digər bizə bu gün əmr olunanlar, ilahi konsepsiya vasitəsilə olanlar yoxdur. Bəs bu dünyada nə üçün var? Deməli, bu dünyada insan bir yerə çatmalıdır ki, onun üçün müəyyən şeylər zəruridir və bunu da Allah heç bir peyğəmbərinin nöqtəsinə qoymur. Ancaq özü bu mənəvi proqramı verib. Niyə? Çünki insanın ruhu var. Və Hacı insan quruluşundan danışırdı. İnsan təşəkkül tapıb bir ruhdan, bir cisimdən. O ruhu görsənməyən tərəfidir zahirən, amma onun üçün elə, mən hərdən deyirəm ki, Hacı, deyirəm, təşri rububiyyət libasını insan üçün geyinib. Yoxsa Allahın bir dənə rububiyyəti var. Da təkvini, təşri nədir? Bir dənə idi. Məhz insandan ötürü, ancaq insandan ötürü təşri rububiyyət libasını geyib. Bu təşri rububiyyət libası ümumiyyətlə ancaq insanda məna tapır. Niyə? Baxıb ki, varlıqların içində insan var ki, onun mənəvi təkamül etmək potensialı var və belə bir insana peyğəmbərlər göndərib, kitablar göndərib, amma hər birini özü şəxsən bizzat proqram verib. Niyə? Çünki insanın ruhu təsirlənəndir. Sentimentaldır, təsirlənəndir. Nədən? Hər şeydən, yaxşıdan və pisdən. İndi onun ruhunun təsirlən olduğunu da bilir Allah. Nədən təsirləndiyini də bilir, nə qədər təsirləndiyini də bilir. Bu bir. İkinci, bu aləmdə nələr var və bu aləmdə nələr ruhu nə qədər təsirləndirə bilər? Nələr insanın mənəvi təkamülünə xeyirli ola bilər, nələr tənəzzülünə? Yəni biz 100 ildə öz ağlımızla fikirləşsəydik, silə rəhmin insan ruhunun təkamülündə xeyrini tapa bilməzdik. Ya valideynə uf belə demək olmazdı, tapa bilməzdik. Ya bunun kimi çoxlu məsələlər var ki, biz onları heç vaxt bilə bilməzdik. Elə şeylər var ki, məsələn biz tutaq ki, inəyin ətini yeyib donuzun ətini yemək olması heç vaxt başa düşməzdik. Amma odur donuzu yaradıb və bizi də yaradıb, bilir ki, donuzda nə qədər var. Bəzən o filmdə də keçir, deyir ki, Allahın xoşuna gəlməyənsə niyə yaradırdı? Xoşuna gəlmək məsələsi deyil. Bəzən elə bilirlər ki, Allahın donuzdan xoşu gəlmir. Bu cahil yanaşmadır. Donuz sənə olmaz. Vəssalam. Özdə mən hərdən deyirəm ki, əslində Allah Quranda donuzu qadağan eləyir, amma donuz kimi çoxlu heyvanlar var ki, əti haramdır. Məsələn, pişiyin əti haramdır, amma Quranda onun adını çəkmir. Niyə? Çünki bilir ki, insan pişiyə yox, donuz ətinə meyillidir. Bunu görün, nə gözəl sistemdir. Özü şəxsən bizzat girir. Niyə? Çünki hər şeydən xəbərdardır. Bilir ki, dünyanın xasiyyəti, dünya və dünyadakıların xasiyyəti nədir? Ruhun xüsusiyyəti nədir? Nədən hansı təsir ala bilər? Ona görə gəlib bir-bir deyir. Məsəl üçün, valideyn barəsində Quranda buyurur ki, uf belə demə. İmam buyurur ki, əgər ufdan kiçik bir kəlmə olsa onu deyir. O bilir ki, valideyn nə edə bilər? O bilir qəti ərham, silə rəhim və bunun kimi məsələlər və sanki bəndəsinə böyük bir lütfünü təqdim eləyir. Görürsünüz, vallah və billah insan bunu fikirləşdikcə dəhşətə gəlir, vallah. Ki, sən demə, ibadət onun üçün deyil və bu proqramın özünü, hətta özü məsələnin içində olmadan təqdim eləyə bilərdi. Yəni, insanlara donuz əti pisdir, namaz yaxşıdır, peyğəmbərinə desin ki, mən yoxam. Yəni, Quranda özü əmr eləyir. Özü var məsələlərin mərkəzində. Deyər ki, mən yox, elə özünüz. Deyin ki, mən Allahın peyğəmbəriyəm, isbat eləyin Quran möcüzə ilə və deyin ki, Allahın öyrətdiyinə əsasən siz bunu etməlisiniz, bunu da etməməlisiniz.
Niyə sən gəlirsən məhz məsələlərin mərkəzinə? O gündən biz buna toxunduq. Mən nəyi demək istəyirəm ki, mənəvi təkamül o qədər zəruri məsələdir. Yəni insanın yaradılış hədəfidir. Yəni Allahın insana bu qədər peyğəmbərlər, kitablar göndərməsinin mənası budur. Ramazan ayının vallah və billah mənası budur. Bundan başqa şey üçün deyil Ramazan ayı ki, insan mənəvi təkamülü çatsın. Başqa bir şey orada güdmür Allah. Orucu da bizə verir ki, bəlkə oruc vasitəsilə Şabanın xutbəsində bir yer var, hazır siz gözəl bilirsiniz də. Orada bir yer var. Peyğəmbər əvvəl Ramazan ayından başlayır ki, Ramazan budur. Mərifəti ilə, rəhməti ilə gəlib. Ramazanda Allah elə bir aydır ki, gecələri belədir, gündüzü deyir. Sonra gəlib bir yerinə çatır, deyir ki, bu ayda Allahdan istəyir ki, sizə oruc tutmağa və Quran oxumağa müvəffəqiyyət versin. Deməli, Ramazan ayı oruc ayı deyil. Ramazan ayı mənəvi təkamül ayıdır. Amma deyir, kömək üçün daha yaxşı keçirin, mənəvi təkamülünüz güclü olsun deyə oruc tutun və Quran oxuyun. İndi əlbəttə ki, belə görsən, oruca o qədər təkid var. Çünki buyurur ki, mən sizə vacib elədim. Məlumdur ki, başqa şey yox. Məsələn, Peyğəmbər orada uzun səcdə deyir, Peyğəmbər orada sədəqə vermək deyir, orada iftarı deyir, orada dua eləmək deyir, Quran oxumaq xüsusən deyir. Məlum olur ki, olan hamısı yaxşıdır, Peyğəmbər də bunu təkid edir. Amma orucun fəziləti o qədər çoxdur ki, Allah bunu da ixtiyarımıza qoysa, ola bilərdi biz tutmayaq. Necə Şabanda və Rəcəbdə çox tuta bilmirik. Bu ay heyifdir ki, insan oruçsuz keçirdə və yaxşı şeyə çatmıyor deyə. Ona görə bir dənə gəlir onu vacib edir. Belə başa düşürük, Hacı. Mən belə başa düşürəm. İndi siz necə başa düşürsünüz? Çox gözəl buyurdunuz. O görürsüz, ayənin öz mətnində də keçir ki, sizdən əvvəlkilərə. Yəni belə çıxır ki, yəni bu mövzu insandır, insana lazımdır bu. Təkcə ümmət arasında, heç bir ümmət arasında Allah təala o fərq qoymayıb. Yəni insan olan məxluq bunu etməlidir. Çünki yəni o da onu axtarmalıyıq ki, orucun mahiyyətində axtarmalıyıq. Yəni Allah nəyə görə insanlıq üçün bunu qoyub, təkcə bir ümmət üçün yox. Deməli bu insanlığa lazımdır. Çünki hazırda buyurduğu kimi insanın mənəvi təkamül yolunda ən gözəl köməkçidir oruç tutmaq. Oruç tutmaq insanın belə deyək, o Qurani-Kərim çox ümumiyyətlə oruç tutmanın faydaları çoxdur, amma Qurani-Kərim bir faydasına toxunur. Ləalləkum təttəqun. Bəlkə təqvaya yetişdiniz. Yəni təqva da ki, biz bilirik, günahdan çəkinmək, Allahla üz-üzə olduğunu anlamaqdır əslində təqva. Yəni mən bu həyatda əslində Allahla üz-üzəyəm. Allahla belə deyək, yəni dayanmışam üz-üzə və mənim tərəf müqabilim Allahdır. Bunu anlamaqdır təqva. Ona görə Allah təala buyurur ki, onlar bilmirlər ki, Allah tövbələri qəbul eləyər və sədəqələri də götürər. Özüdür sədəqələri. Yəni sən fəqrin əlinə sədəqə verəndə Allah buyurur ki, birinci Allahın əlinə qoyursan onu. Hətta hədislərdə də var ki, böyüklərimiz fəqrin əlini sədəqə verəndən sonra onu öpüblər. Ki, bu əslində Allahın öz əllərini öpüblər, Hacı. Bəli. Mənim əlim Allahın əlinə. Bəli. Təbərrük kimi. Yəni Allahdır tərəf müqabilimiz. Təqva ilə yaşamaq budur ki, yəni insan Allahı hesaba alsın. Öz həyatında, öz qərarlarında, öz davranışlarında Allah hesaba alsın. Ona görə bu insanın ən böyük təkamülüdür, ən böyük məsuliyyət verir insana. İnsana ayıq-sayıqlıq verir, insana özünü tapmağı verir. Yəni ki, insan özünü tapa bilir bunda. Həyatın mənasını anlaya bilir. Və bir də orucluq ən böyük faydası bundan ibarətdir ki, insan burada öz təbii haqqından keçməyi burada öyrənir. Yəni yemək, içmək və digər məsələ insanın təbii haqqıdır da. Günah deyil. Halaldır bu insana. Amma insan təbii haqqından keçə bilir. Öz təbii haqqına stop deyə bilir. Və insan ümumiyyətlə o vaxt təkamülə yetişə bilir ki, nəyəsə yox deyə bilsin.